Son zamanlar insanların ortaq yaşadığı bir problem var. Saatlarla ayağını uzatsan belə keçmir. Bəzən tətil planlayırıq özümüzə. Amma o tətildə belə nə qədər istədiyin yerdə olmağına baxmayaraq, nə də oradan yorğun qayıda bilirsən. Mənim həyatımda heç bir işimə yaramayacaq informasiyalara özümü nə qədər açıramsa, bir o qədər yorğunluğum artır. Son zamanlar insanların ortaq yaşadığı bir problem var. Keçməyən yorğunluq. Hansı ki bu yorğunluq sən 6, 7, 8, hətta bəlkə 10 saat yatsan belə, saatlarla ayağını uzatsan belə keçmir. Çünki biz bu yorğunluğun fiziki bir yerdən gəldiyini düşünürük. Amma günün sonunda müqayisə eləyəndə ki, sən bugün fiziki çoxmu iş görmüsən, çoxmu yorulmusan, bəzən cavab xeyir olur. Çünki yorğunluq dərinlərdə bir yerdən gələn bir şeydir və biz bunun bu tərəfini gözdən qaçırdırıq deyə onu necə dönüşdürə biləcəyimiz, necə də aradan qaldıra biləcəyimizi unuduruq. Bəzən tətil planlayırıq özümüzə, işdən icazə alırıq bəlkə də o tətilə getməyə. Çünki mən artıq özümə vaxt ayırıram, mən dincələcəm, dincəlməyə gedirəm, buna ehtiyacım var. Amma o tətildə belə nə qədər istədiyin yerdə olmağına baxmayaraq, bunu sənin planladığına baxmayaraq, yenə də oradan yorğun qayıda bilirsən və yaxud da dincəlməmiş özünü hiss edə bilirsən. Dediyim kimi, burada biz yorğunluğun fiziki tərəflərini bir kənara qoyub, onun psixoloji tərəflərinə, bizim emosiyalarımızla, duyğularımızla və ən önəmlisi zehnimizlə əlaqəli olan tərəfinə baxacağıq, çünki baxmalıyıq. Gözdən qaçırdığımız məqam budur. Yorğunluq dediyimiz şey bizim özümüzü kənar informasiyalara nə qədər açıq saxladığımızla əlaqəlidir. Əgər mən gün ərzində problemlərin, şikayətlərin olduğu bir iş yerində işləyirəmsə və yaxud da ətrafımdakı insanlar bu formadadırsa, dostlarım ola bilər, yoldaşlarım ola bilər, bu cür insanlardırsa, onların danışdığı, mənə xidmət eləməyən, məni daha da aşağı çəkən, mənim həyatımda heç bir işimə yaramayacaq informasiyalara özümü nə qədər açıramsa, bir o qədər yorğunluğum artır. Və yaxud da sevmədiyim bir iş yükü mənim üzərimdə varsa, sevmədiyim insanlarla bir mühitdəyəmsə, yəni mən bilirəm ki, o yerdə olmaq istəmirəm və yaxud da bu işi görmək istəmirəm, amma özümü məcbur eləyib onu eləyəndə də mənim yorğunluğum artmağa başlayır. Və ən önəmlisi, məncə son dönəmlər bunun artma səbəblərindən əsas göstəricisi budur ki, mən telefonla və sosial şəbəkədə nə qədər çox vaxt keçirirəmsə, bu o qədər yorğunluğum artır. Çünki biz gözdən qaçırsaq da bu saydıqlarımın hər biri bizə bir informasiya yükü deməkdir. Mən kənardan informasiyalara məruz qalıram və sosial şəbəkədə bu informasiyaya məruz qalmağın ən pik yeridir bəlkə də. Məsələn, biz deyək ki, iş mühitində bir problemli ya da söz söhbətin olduğu, çox da enerjisinin bizə xidmət eləmədiyi insanlarla bir mühitdəyik, deyək ki, o mühitdə yəni uzaqbaşı işdən danışılacaq, uzaqbaşı kiminsə günlük problemlərindən danışılacaq ya və yaxud da fərqli bir şeylər. Amma biz o telefonda, sosial şəbəkədə, o sonsuz dünyada bir videodan digərinə keçəndə, bir məlumatdan digərinə keçəndə bizim duyğu dönüşümlərimiz baş verir. Biz bir videoya baxıb sevinə bilirik, digər videoya keçib kədərlənə bilirik və yaxud da başqa bir videoda həyəcanlana bilirik, qorxa bilirik. Yəni saniyələr içərisində, burada heç dəqiqə də deyil artıq. Yəni əvvəl dəqiqə idi bu, amma bu sosial şəbəkə o qədər insan psixologiyasını və ehtiyaclarını bilir ki, artıq sürətli izləmə və s. də bir çox sosial şəbəkədə biz görürük. Bunların heç biri təsadüfi deyil. Yəni çox sürətli bir şəkildə, saniyələr içərisində, bəlkə də anlar içərisində sən o duyğu dönüşümlərini yaşaya bilirsən. Və bizim beynimiz buna əslində hazırlanmayıbmı deyə, yoxsa bu qədərini nəzərə almayıbmı deyə, yəni bu qədəri onun üçün də ağırdır. Hər biri bizə bir yük olaraq, informasiya yükü olaraq o gördüyümüz duyğu dönüşümləri, gördüyümüz xəbərlər, kənardan aldığımız hər bir informasiya bizim zehnimizə yüklənməyə başlayır. Və burada önəmli məqam nədir? Biz düşünə bilərik ki, mən sosial şəbəkəni bağlamalıyam və yaxud da o mühitdən çıxmalıyam, bunu dəyişdirməliyəm, belə eləməliyəm və s. ya gəlmir. Yəni bu videonun məqsədi o deyil. Bu videonun məqsədi odur ki, həyatdır. Biz bunu yaşayırıq, yaşamalıyıq və bu artıq bir yerdən sonra dövrün tələbidir. Biz özümüzü insanlardan və yaxud da bəzi şeylərdən izolyasiya edib yaşaya bilmərik, təəssüf ki.
Burada önemli məqam o yüklər sənə gəldikcə, sən o yükləri nə qədər kənara ata bilirsən, nə qədərini boşalda bilirsən. Önəmli məqam budur. Və boşaltma mövzusu da necə işləyir? Məsələn, mən deyək ki, yorulğun hiss edirəm özümü, işdən çıxmışam və plan qururam ki, evə gedəcəm, 1 saat, 2 saat ayaqlarımı uzadacam, rahat şəkildə dincələcəm deyirəm. Amma o ayaqlarımı uzadacam dediyim anda da mən nə edirəm? Yenə də əlimə telefonu alıram. Bir şey oxuyuram, bir şey araşdırıram, bir şeyi həll eləməyə çalışıram, bəlkə sosial şəbəkəyə girirəm, yenə də orada videolara baxıram, yenə mən özümü yükləyirəm. Yəni o dincələcəm dediyim anda belə mən bir şeyləri kənara vurmaq üçün, yəni dışa vurum dediyimiz boşaltmaq üçün nəsə eləmirəm. Baxın, önəmli olan məqam budur. Və o dışa vurum dediyimiz şey, məsələn, meditasiyalar, nəfəs praktikaları, bunlar bizim zehnimizi idarə edə bilmək üçün çox faydalıdır və sinir sistemimizi sakitləşdirmək üçün olduqca vacibdir. Amma o yükləri boşaltmaq üçün, həqiqətən necə ki biz onu içəri aldıqsa, eyni qaydada da boşalda bilməyi, kənara axıda bilməyi öyrənməliyik. Kənara axıda biləcəyin hər şey, hər praktika yolu bu hər kəsə görə fərqlidir. Çox faydalıdır. Kimisi üçün bu yazı yazmaqdır, kimisi üçün video açıb danışmaqdır, kimisi üçün rəsmdir, kimisi üçün mahnı oxumaqdır, rəqs eləməkdir, idmana getməkdir və yaxud da çıxıb yürüyüş eləməkdir, amma heç bir musiqi və s. dinləmədən. Bunların hər biri bizim o aldığımız informasiya yükünü, keçdiyimiz o duyğu dönüşümlərini, fərqliliklərini kənara axıda bilməyin üsullarıdır. Və burada əslində insan özünü tanımalıdır ki, mən necə biriyəm və mənə hansı daha yaxşı gəlir. Məsələn, mənim çox sevirəm səhər oyananda səhər vərəqləri yazmağı. O gün günə başlamazdan öncə bütün o zehninin kirini, ki səhər vərəqlərinin məqsədi də budur, bütün o kobud səslənsə də kiri, axıntını, çirki, zibilliyi belə deyək, o vərəqlərə tökmək insana yaxşı gələ bilir. Kimisi üçün səhər oyanan kimi hərəkət eləmək ola bilir bu. Yoga praktikası ola bilər, yürüyüş ola bilər, idman ola bilər. Hər bir şey için, işin içində hərəkət olduğu, işin içində bir addımın olduğu bu kimi yollar bizə xidmət eləyir ki, biz o duyğu dönüşümlərimizin öhdəsindən gələ bilək. Amma təbii ki, bunu da unutmamalıyıq ki, bizə xidmət eləməyən, bizə İşimizə yaramayacaq informasiyalarla dolu olan mühitlərdən həqiqətən də uzaqlaşmaqda fayda var. Daha çox qeybət olunan mühitlər, heç işimizə yaramayacaq informasiyalar, məlumatların paylaşıldığı mühitlərdə bunun bizə xidmət eləmədiyini və yaxud da buna məruz qalmaq istəmədiyimizi bildirmək çox önəmlidir. Bu ilkin mərhələdə həm öz o yorğunluğumuzu yaşamayaq deyə, həm özümüzü belə deyə qorumaq üçündür, həm də öz sərhədlərimizi bildirmək üçündür. Yəni biraz orada əslində özünün arxasında dayanırsan, özünə sahib çıxırsan ki, mən bunu istəmirəm. Mən buna layiq deyiləm, bu düşüncəni eşitməyə layiq deyiləm. Mənim zehnim, ruhum, bədənim bu kirliliyə haqq etmir. Türklər demiş. O formada bunu bildirmək, təbii ki, sərt şəkildə, davayla və s. bunu nəzərdə tutmuruq, amma bir şeyləri istəmədiyini dilə gətirmək, bir şeylərə sənə yaxşı gəlmədiyini bildirmək çox önəmlidir. Və bizim ən çox elədiyimiz səhv nədir? İnsanların yardımına qaçmaq da bura aiddir. Biz çoxumuzda o öz kimliyimizi inşa eləmək üçün sərf eləməli olduğumuz enerjini başqa insanları xilas eləməyə sərf eləyirik. Çünki orada özümüzü lazımlı, yetərli və təsdiqlənmiş hiss eləyirik. Ona görə də bu insanları xilas eləməyə çalışan tərəfimiz o qədər bizim kimliyimizə çevrilir ki, biz başqa insanı hiss elədiyi bir duyğunu tez öz üzərimizə ala bilirik. Və bu da bizə o aid olmadığımız bir duyğu keçidini yaşamağımıza səbəb ola bilir. Mən məsələn bugün keyfim yoxdur, istəmirəm, özümə zaman ayırmaq istəyirəm, amma bir nəfər məni sırf əyləncəyə, bir xoş bir ana dəvət eləyir deyə ora getməyə özümü məcbur hiss eləyirəm. Yəni bu xilas eləmək o demək deyil ki, mən kimisə mütləq problemini dinləməliyəm. Bəzən xoş anlarda da ola bilər. Ona görə insanın özünü tanıması, ehtiyaclarını bilməsi və ehtiyaclarının arxasında durması çox önəmlidir. Və yaxud da mən o gün özümü yaxşı hiss eləyirəm, amma kimsə gəlir mənə problemini danışır deyə sırf onun o dərdinə şərik olmaq üçün, onu o vəziyyətdən çıxartmaq üçün ona ayaq uydururamsa, yenə də öz duyğularıma sahib çıxmıram, yenə də mənə lazım olmayan bir yük üzərimə götürürəm. Yəni düşünün ki, bunun əks, bayaq dediyim versiyanı düşünsə ki, mən pis hiss edirəm, amma pis hiss elədiyim anda gülməyə, əylənməyə gedirəmsə,
Yəni bu duyğunu yaşamağa özümə icazə vermirəmsə, mən üzərimə bir maska geyinmiş oluram. O maskada, o rolda olmaq da məni onsuz da yorur. Yəni bu da bir yorğunluğa gətirib çıxara bilər. Və yaxud da əksinə. Yəni belə burada nəzərdə tutmalıyıq ki, biz bizim hisslərimizi, duyğularımızı başqa insanların idarə eləməsinə çox da icazə verməməliyik. Bu olduğu halda mənim o yorğunluğum da, mənim zehni yüküm də keçməyəcək. Və bu xroniki yorğunluq, artıq keçməyən yorğunluq, özünün dincəlsəm də məndə bir şeylər həll olmur dediyimiz anlar həqiqətən çox vacibdir. Çünki bunun arxa planında da artıq həyata qarşı da pessimist bir tərəfdən baxmaq, həyata da daha karamsar tərəfdən baxmaq, bəzən uğurlarını görməmək, bəzən sevilmədiyini hiss eləmək. Çünki sən duyğusal ehtiyaclarını zamanında özün arxasında durub, özünü sevdiyini özünü göstərmirsən. Ona görə də başlayırsan ətrafda artıq bunu axtarmağa ki, ətraf bəlkə məni sevmir və yaxud da mən hər zaman belə olacağam. Yəni artıq orada biraz pessimist baxış bucağı formalaşmağa başlayır. Çünki bir şeylərin heç vaxt dəyişməyəcəyini düşünməyə başlayırsan. Amma öz dışa vurum, bir şeyləri yansıtma, boşaltma yollarını tapsan, əmin ol ki, çox rahat bir şəkildə də özünü qorumaya alaraq dincəlməyi hiss eləmiş olacaqsan ki, artıq o qədər yorulmayacaqsan ki, dincəlməyə də enerji saxlayasan. Çünki sənin enerjin bunlardan özünü qorumağa onsuz da sərf olunmağa başlayacaq.